Bir neçə aydır ki, Ramiz Mehdiyev məsələsi yenidən gündəmə gəlib Azərbaycanda və bu dəfə daha tutarlı və daha ciddi şəkildə, yəni artıq haqqında cinayət işi açılmış şəkildə və haqqında artıq məhkəmə hökmü ilə həbs qəti imkan tədbiri seçilmə məsələsi ilə artıq gündəmə gəlmişdi bu dəfə və ona səslənən ittihamlardan ən əsası təbii ki, dövlət çevrilişinə cəhd maddəsi və hakimiyyəti zorla əldə saxlama maddəsi irəli sürülmüşdü. Və bu kifayət qədər ciddi, çox böyük bir məsələdir. Və Azərbaycanda çevriliş etmək cəhdidir. Halbuki Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının qurucularından biri, onun ən öncül simalarından biri olmaqla yanaşı, həm də Azərbaycanın üçüncü prezidenti olmuş Heydər Əliyevin və ondan daha sonra Azərbaycanda hələ də prezidentliyi olan İlham Əliyevin birinci adamlarından biri olub. Hər ikisinin 10 ildən artıq müddətdə hər ikisinin ən yaxın köməkçisi olub, prezident administrasiyasının rəhbəri olub və ölkədəki siyasi konfiqurasiyanı müəyyənləşdirən, ölkədəki siyasəti düzənləyən az qala insanlardan biri olub və biz təbii ki, qeyri-rəsmi olaraq da bilirik ki, məncə bu videonu izləyəndə hər bir kəsə bəllidir ki, Azərbaycanda uzun illər elə bütün mediaya, bütün siyasi camiyyəyə, hətta parlamentə qədər, yəni parlamentdə kimlərin belə təmsil olunacağına qədər Ramiz Mehdiyev müəyyənləşdirirdi və hamıda da artıq bəlli idi ki, siyahını Ramiz Mehdiyev hazırlayır. Yəni belə bir deyim də var idi hətta ictimai siyasi çevrədə. Amma bugün Ramiz Mehdiyev təsəvvür edin ki, elə bu iqtidarın, bu hakimiyyətin, Yeni Azərbaycan Partiyasının iqtidarının artıq çevrilmə maddəsi cəhdinə görə artıq o mühakimə olunur və hal-hazırda da istintaq prosesi gedir. Təbii ki, mən istintaq prosesi haqqında, o süreç haqqında danışmaq niyyətim yoxdur. Mən hüquqşünas deyiləm, hüquqşünas olmağımızdan da əlavə mən hər hansısa bir istintaq prosesinə müdaxilə etməyin təbii ki, niyyətim yoxdur və bunu buraxırıq istintaqın sürəcinə. İndi bu ayrı mövzu ki, Azərbaycanda istintaq nə qədər çox təəssüf ki, mən bunu qeyd edirəm ki, nə qədər bizdə şübhələr var ki, istintaq sürəci necə gedəcək, məhkəmə necə davranacaq, ümumiyyətlə burada siyasi qərarlar olacaqmı, yoxsa hüquqi, qanuni qərarlar olacaqmı? Bu tamamilə ayrı bir mövzudur. Amma indilik görünən budur ki, hələ ki proses gedir və biz prosesin sonunu gözləyirik. Mən bugün daha çox diqqəti cəlb etmək istədiyim məsələ isə təbii ki, qeyri-rəsmi yolla mətbuata çıxan, yəni ki, dövlət orqanlarının rəsmi hələ ki təsdiqi yoxdur bununla bağlı, ona görə qeyri-rəsmi qeyd edirəm. Yazılmış mətndə və bəlli bir siyahı da artıq gəzir mətbuatda ki, 50 nəfərlik siyahı deyilir və bu 50 nəfərlik siyahıdan maraqlıdır ki, 2 nəfər artıq adı hallanır və bu 2 nəfər istintaq prosesinə cəlb olunub. Biri Xalq Cəbhəsi Partiyasının sədri funksiyasını icra edən Əli Kərimlidir və hal-hazırda o həbs qəti imkan tədbiri seçilib. Ona fevral ayının 13-nədək və o həbsxanadadır. Və bir də Gültəkin Hacıbəylidir ki, onun da hələ ki ölkəyə səhv etmirəmsə deportasiya işi tamamlanmayıb, Türkiyədədir və Azərbaycan dövləti bununla bağlı işlər görür. İndi mənə maraqlıdır, yaxşı mətbuata 50 nəfər çıxmışdı, bəs bunun 48 nəfəri hanı? Yəni Əli Kərimli, Gültəkin Hacıbəyli, indi Gültəkin Hacıbəyli nə qədər müxalifət demək olarsa, bunlar adda da olsa tutaq ki, müxalif fəaliyyətlə məşğuldular və bunlar istintaqa cəlb edirsiniz, əməli başlı mətbuatda bunlarla bağlı boy-boy yazılar yazılır, bununla bağlı YouTube televiziyalarında, iqtidarın özünə məxsus faktiki, özünə məxsus televiziyalarında və yaxud da ki, müstəqil adlanan televiziyalarda bununla bağlı materiallar hazırlanır, verilişlər olur, ekspertlər çıxıb danışır, yapıcı ekspertlər çıxıb danışır, özünə müstəqil deyən, amma bilir ki, Yeni Azərbaycan Partiyasının könüllü dəstəkçiləri olan ekspertlər çıxıb danışır. Amma yerdə qalan 48 nəfər haqqında hələ ki ortada bir əməlli iş yoxdur, dəlil sübut yoxdur və yaxud da ki, həmin adamların mətbuata adları zaman-zaman hallansa da, məsələn, biri Əli Həsənov idi, məsələn, biri daha çox təbii ki, bu keçmiş bürokratlardan, keçmiş nazirlərdə Əbülfəz Qaravin adı hallanırdı. Milli Məclisdə hal-hazırda da deputat olan bir neçə nəfər var idi. Biri elə Siyavuş Novruzovdur ki, hansı ki, həmin Siyavuş Novruzov Əli Kərimlini və digərlərini Ramiz Mehdiyevə işləməkdə, Rusiyaya işləməkdə ittiham edir. Az qala hər gün, az qala hər iclasda.
Amma həmin adamların istintaqa cəlb edilməsi haqqında və yaxud da ki, həmin adamlar haqqında hər hansısa bir araşdırmanın başlanması, hər hansısa bir məhkəmə qərarı ortada yoxdur. Yaxşı, mən həm bir gənc siyasətçi kimi, siyasətlə məşğul olan, siyasətdə fəaliyyət göstərən bir insan kimi və həm də bir azərbaycanlı kimi, bir vətəndaş kimi şəxsən mənə maraqlıdır, şəxsən məni düşündürür ki, yerdə qalan 48 nəfər kimdir? Çünki Ramiz Mehdiyevə səslənən ittihamlardan biri də təbii ki, güc yolu ilə dövləti əldə saxlama maddəsidir. Çevriliş yolu ilə hakimiyyəti ələ keçirmə və güc yolu ilə hakimiyyəti əldə saxlama maddəsidir. Mən bir daha təkrar edirəm, hüquqşünas olmasam da mən çox gözəl anlayıram ki, bu xırda təbii ki, məsələləri bilməmiş deyiləm. Mən çox gözəl bilirəm ki, bunun əgər belə bir maddə səsləndirilibsə, belə bir ittiham səsləndirilibsə daha doğrusu, demək burada hansısa bir biz güc axtarmalıyıq. Bu güc, yəni Ramiz Mehdiyevin gizli hansısa bir silahlı şəxslərdən ibarət, minlərlə nəfərdən ibarət bir ordusu təbii ki, yoxdur. Demək, bunun arxasında hansısa bir güc durur. Yaxşı, bu güc hansı qurumun təmsilçiləri idi, hansı qurumun bəlli bir qrupu təmsilçiləri idi. Bunlar çox sual doğurur. Bunun güc deyəndə ağla ordu gəlir, ordu birləşmələri gəlir və yaxud da ki, Daxili İşlər Nazirliyinin müəyyən bir qrupu birləşməsi gəlir. İndi mən təbii ki, elə bir ittiham səsləndirmirəm ki, bunlardan hər hansısa biri bu işdə ittiham olunmalıdır, istintaqa cəlb olunmalıdır. Amma güc yolu ilə dövləti əldə saxlama maddəsi siz səsləndirirsinizsə, yaxşı, bu güc onda ortaya çıxarılmalıdır. Bəlkə də bizdə dövlətin daxilində bəlli bir güclər var ki, onlar xarici kəşfiyyat orqanları tərəfindən idarə olunur. Bu, mən təbii ki, bütün bir qurumu burada ittiham etmirəm. Həmin o qurumun kiçik bir qrupu ola bilər. Amma bu hal-hazırda cəmiyyətə açıqlanmır, ictimaiyyətə açıqlanmır. Mən başa düşürəm, ola bilər ki, bu istintaq sürəci prosesidir. Mən bunu təkrar qeyd edirəm. Təbii ki, mən bunu anlayışla qarşılayıram, amma yaxşı 48 nəfərlik, 50 nəfərlik siyahıdan 2 nəfəri açıqlanmısınız, 48 nəfəri açıqlanmırsınız rəsmən. Və yaxud da ki, həmin 48 nəfər haqqında mətbuatda əvvəllərdə, lap başlarda bir-iki yazı getdi, bir neçə nəfər danışdı, ondan sonra o barədə də bir sükut hökm sürür. Yaxşı, bəs nə oldu? Yəni Ramiz Mehdiyevin elə təkcə 2 nəfərlə əməkdaşlıq etməmişdi. Siz özünüz açıqlamısınız 50 nəfərlik siyahını, 48 nəfər hanı? Yaxşı, Siyavuş Novruzov çağırılıb, dindirilib ümumiyyətlə. Mən sadəcə sual verirəm. Mən belə bir şey təklif etmirəm və yaxud da ki, hər hansısa bir ittiham irəli sürmürəm. Mən sadəcə sual verirəm. Çünki mətbuatda zaman-zaman, hətta bu indili məsələsi də deyil, zaman-zaman mətbuatda həmişə Siyavuş Novruzov Ramiz Mehdiyevin ən yaxın adamıdır tipli yazılar gedib, başlıqlar olub, danışıqlar olub bu haqda. Ən azından elə YouTube-da biz bunu axtarsaq, bəlkə də nə qədər belə videolar qarşımıza çıxacaq. Və yaxud da ki, Ramiz Mehdiyevə sadiq hesab olunan bir qrup deputat təmsilçisi var. Və yaxud da ki, Ramiz Mehdiyevin özünün Yeni Azərbaycanın partiyasından çıxarılmaması elə bu ən böyük sübutdur. Yəni, necə ola bilir ki, hələ də Ramiz Mehdiyev Yeni Azərbaycan partiyasının sıralarından xaric edilmir? Siz Ramiz Mehdiyevin hal-hazırda məhkəmə qərarı ilə, təkrar edirəm, məhkəmə qərarı ilə ev dustaqlığı hökmü var üzərində. Demək ki, artıq aşağı-yuxarı cinayət əməli artıq sübut olunmaq üzrədir. Məhkəmənin ilkin qərarı varsa, demək orada nəsə şübhəli durumlar var. Və buna rəğmən iqtidar yönümlü mediada belə Ramiz Mehdiyevə daha deyilməyən, yazılmayan şeylər qalmayıb. Xəyanətkar adlandıranlar kim, satqın adlandırılan kim, dövlətin düşməni, vətənin düşməni adlandıran kim, amma həmin adlandırdıqları dövlətin, vətənin, ölkəmizin düşməni və yaxud da ki, dostlarının düşməni adlandırdıqları şəxsi Yeni Azərbaycan Partiyasının sıralarından xaric etmirlər. Və amma Yeni Azərbaycan Partiyasında ən öncül simalarından olan Siyavuş Novruzov, Elman Nəsirov olsun və yaxud da ki, digər mənə təbii ki, bir-bir sadalamaq niyyətim yoxdur. Ən öncül simaları çıxıb müxalifətdən bəzi kəsləri və yaxud da ki, elə ictimaiyyətdən bəzi kəsləri çıxıb siz filan kəslərlə əlbir olmusunuz, dövlətə xəyanət etmişsiniz deyirsiniz. Öncə, birinci olaraq siz ilk növbədə gedin Ramiz Mehdiyevi partiyanızdan xaric edin.
Ramiz Mehdiyevin 48 nəfərlik siyahısında hələ bilmək olmaz. Mən ümid edirəm ki, bizim dövlət orqanlarımız bu işi dərindən araşdıracaq, yaxşı araşdıracaq və bunu hər hansısa bir siyasi alver predmetinə çevirməyəcək. İndi bu nə qədər olacaq yoxsa olmayacaq biraz sual doğurur şəxsən mənim özümdə də. Amma ən azından mən ümid etmək istəyirəm buna. Ki bu siyasi alver predmeti olmasa, həqiqətlər olduğu kimi cəmiyyətə, ictimaiyyətə çatdırılsa, onda biz çox böyük hadisələrlə üzləşəcəyik ki, Yeni Azərbaycan Partiyasından neçə nəfər elə deputat mandatı olan şəxs bu işdə əlbir olub və yaxud da ki, həmin o siyahıdan neçə nəfər indiki hökumət idarə etməsində və yaxud da ki, bir qədər öncəki hökumət idarə etməsində yaxından bu və yaxud digər formada iştirak etmiş şəxslər olub. Burada təbii ki, böyük bir məsuliyyət Yeni Azərbaycan Partiyasının üzərinə düşür. Çünki artıq 30 ildən artıqdır ölkəni onlar idarə edib və Ramiz Mehdiyev həm prezident aparatının rəhbəri olduğu dönəmdə, həm elə Yeni Azərbaycan Partiyasındakı fəaliyyəti ilə prezidentin və yaxud da ki, elə prezidentlərin birinci adamı olub. Yeni Azərbaycan Partiyasında da böyük söz sahibi olub və indi də Yeni Azərbaycan Partiyası iqtidar partiyasıdır və bu adam elə Yeni Azərbaycan Partiyasına qarşı xainlikdə ittiham olunur, yəni necə deyərlərsə satqınlıqda ittiham olunur və çox dolaşıq bir durumdur. Çox həm də rüsvayçı bir durumdur. Siz özünüzdən olanı, gözünüzün qarşısında olanı görməmisiniz. Hətta ya özünüzdən olanı olmayanı. Sizdən kimi görünən, amma əslində elə sizdən olmayan birini gözünüzün qarşısında görməmisiniz demək. Amma hələ ki istintaq orqanları da susur, dövlət orqanları da susur. Hələ ki mətbuatda da biz artıq bununla bağlı tutarlı, qane bir informasiyalarla rastlaşmırıq. Ki bu 50 nəfərlik siyahının heç olmasa bir 10 nəfəri, heç olmasa bir 15 nəfəri artıq müəyyənləşməli idi. Cəmiyyətə açıqlanmalı idi. Yaxşı 50 nəfərin hamısının üzərində hal-hazırda iş gedir. Bu çətin işdir, bu ağır işdir. Mən anlayıram bunu. Amma heç olmasa təkrar qeyd edirəm, bir 10-15 nəfərin adı ictimaiyyətə açıqlana bilərdi deyə düşünürəm. Mən avqust ayından proses başlayıb, ictimaiyyətə bu açıqlanıb oktyabrın lap əvvəllərində və artıq dekabr ayının biz ortalarına doğru gedirik. Və bu 3 ay ərzində ən azından artıq 10 nəfərin adı heç olmasa bir 50 nəfərdən mən nəzərdə tuturam təbii ki. Amma görünən budur ki, iqtidar hələ də cəmi 2 nəfərin adını ictimaiyyətə açıqlayıb və bunlar haqqında istintaq prosesinin getdiyini rəsmən təsdiqləyiblər. Bu biri Əli Kərəmli və digəri də Gültəkin Hacıbəylidir. Görək önümüzdəki günlərdə hələ daha hansı məsələlər üzə çıxır, daha hansı və daha kimlərin adları bu məsələdə sadalanır, istintaqa cəlb olunur.